Fərhad təkcə ailəsinin əlindən yox, bəlkə Azərbaycanın əlindən getdi. Fərhadın gənclikinə baxmayaraq, böyük bir düşünlə daşıyırdı. Fərhadın cismini torpağa tapşırsaq da, ruhu bizimlə qalacaq. Onu arzusuna çatdırmaqla və yolunu davam etməklə bir anla durmalıyıq. Hörmətli dostumuz, bizi torpaq üstündə ağlar qoydu. Torpaq altında gülə-gülə qal. Bu çağda Ərdəbildən gələn qonağımız Azərbaycanın nəhəng yolu, Fərhadın yoldaşı Abbas bəy İslamcan Sabit. Allah'a emanet. Hacığa işlere Allah'a emanet. Yine başka bir kahramanımızı vətən bağrına bastı. Fərhadımızı, bizim Fərhad. Yox, tarixdə və dəstanlarda eşitmişiz Fərhadla bu bambaşqa. Gələn qaşlara incə bellərə uyumayan Fərhad. Dağ yarmadı, daş yarmadı. Amma bütün gücü, bütün düşüncəsiyle, nəfəsiyle, səsiyle, sözüyle, addımıyla və qələmiyle yıpranmış və əhrimiş beyinlərə cündü. Elinin dərdin dedi, elindən dedi, elinin balası oldu. Bizim Fərhad bambaşqa. Bizim Fərhad dağ yox, bəlkə dünyanın 5 günlük təntənəsinə uyan beyinləri yarmağa çalışdı. Özümüzdən olub, öz qarşımızda olanlar. Özümüzdən olub, özümüz çırpanları ayıtmağa çalışdı. Vətən dedi, ana dil dedi, topraq dedi və nəhayətdə Azərbaycan deyib, Azərbaycanın bağrına basdı. Mən bəxtarlıyam, bütün tarix boyu şərəfli insanlar yaşayıblar və dünyaların dəyişiblər. Amma hep qararlı olublar, bütün tarixdə qararlı olublar. Bizim Fərhad, inanız o Fərhadlardan tarix boyu qararlı olacaq. Bu şərəfli oğul, şərəfli ikid, şərəfli və namuslu çörək qazanaraq dünyasını dəyişdi. Amma fikri devam edir. Yoldaşları, onun həmfikirləri, düşüncədaşları, onun yolu daha möhkəm, güclü devam edəcək. Allah'tan və böyük Tanrı'dan millətimizə və bu şərəfli oğlumuzun ailəsinə səad, dözüm və Allah'tan bu ikilər rəhmət diləyirik. Allah rəhmət eləsin. Azərbaycan başın sağ olsun. Azərbaycan başın sağ olsun. Azərbaycan başın sağ olsun. Azərbaycan başın sağ olsun. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim.